Bütün çağırışçıların nəzərinə hər kəs bu videonu paylaşsın ki, hamının xəbəri olsun. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidməti İnzibati Xətalar Məcəlləsində cərimələrlə bağlı edilən dəyişikliklər barədə vətəndaşlara müraciət edib. İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə, tibbi şəhadətləndirilmə, hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə xidmətin yerli baş idarə, şöbə və bölmələrinə üzürlü səbəblər olmadan gəlməməsinə görə çağırışlar və hərbi vəzifəlilər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir. Yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 240 saatadək ictimai işlər tətbiq olunur. Həmçinin inzibati xətanı törətmiş şəxs barədə məhkəmə qərar qəbul edənədək müvafiq icra hakimiyyəti orqanına xidmətin aidiyyatı yerli qurumuna gəldikdə inzibati məsuliyyətdən azad olunur.